Dirçəliş və böyük qayıdış prosesinin davamı olaraq 9-10 may 2025-ci il tarixində Prezident İlham Əliyevin Şuşa, Xocalı və Ağdama səfəri baş tutdu. Şuşaya səfəri çərçivəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Şuşa rayonunun Daşaltı kənd məscidinin açılışında iştirak etdilər. Prezident və birinci xanım Şuşa Müalicə Sağlamlıq Mərkəzinin açılışında da oldular. Bu da onu göstərir ki, işğaldan azad olunmuş ərazilərimizdə dövlət tərəfindən digər sahələrlə yanaşı tibb xidmətlərinin yüksək səviyyədə təşkili üçün də geniş miqyaslı işlər həyata keçirilir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada inşa ediləcək 4-cü yaşayış kompleksinin təməl qoyma mərasimində iştirak etdilər. Bu layihə çərçivəsində 16 binanın inşası nəzərdə tutulub. Prezident İlham Əliyev mayın 9-da Azərişıq Açıq Səhmdar Cəmiyyətinin Xocalı yarımstansiyasının və Rəqəmsal İdarə Etmə Mərkəzinin açılışında iştirak etdi. Dövlət başçısı mayın 9-da Qoç Ət Kənd Fermer Təsərrüfatı MMC-nin Xocalı rayonunun Xanabad kəndi ərazisində yerləşən heyvandarlıq kompleksinin açılış mərasimində də iştirak etdi. Prezident İlham Əliyev mayın 10-da Ağdam Dəmir Yolu və Avtovağzal kompleksinin açılışında iştirak etdi. Dəmir Yolu vağzalı gündəlik 800 min nəfər sərnişin daşınmasına imkan verəcək. Avtovağzal isə gündəlik 1300-1500 nəfər sərnişinə xidmət edəcək. Kompleks vahid nəqliyyat qovşağı kimi fəaliyyət göstərəcək. Prezident İlham Əliyev mayın 10-da daha bir əlamətdar hadisənin Ağdam rayonunun Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak etdi. Şəhər mərkəzindən 6 kilometr məsafədə yerləşən bu kəndin təməlini 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev qoyub. Kəngərli kəndi 2544 nəfər üçün planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 177 hektardan çoxdur. Ümumilikdə kənddə 2 mərhələ üzrə 632 fərdi evin inşası nəzərdə tutulub. Dövlət başçısı Kəngərli kəndində yerli icra strukturları üçün inşa edilmiş çox funksiyalı inzibati binada yaradılan şəraitlə, həmçinin Kəngərli kəndində klub icma mərkəzində yaradılan şəraitlə də tanış oldu. Daha sonra isə Prezident Kəngərli kənd tam orta məktəbinin binasının və Kəngərli kənd körpələr evi uşaq bağçasının açılışında iştirak etdi. Dövlət başçısı Kəngərli kəndində yeni inşa edilmiş fərdi evlərdə yaradılan şəraitlə tanış oldu. Birinci mərhələ üzrə buraya 1279 nəfərin köçürülməsi planlaşdırılır. Artıq 292 fərdi ev inşa olunub. Daha sonra isə İlham Əliyev Kəngərli kəndinə köçən sakinlərlə görüşdü. Onlara evlərin açarlarını təqdim etdi. Qeyd edək ki, Kəngərli kəndi bərpa edilən sayca 14-cü yaşayış məntəqəsidir. Ağdam rayonunun Sarıcalı və Kəngərli kəndləri artıq sakinlərinə qovuşub. Xıdırlı kəndi də açılışa hazırdır. Dövlət başçısı İlham Əliyev bu müjdəni də çatdırdı ki, yaxın aylarda orada da həyat qaynayacaq. Mayın 10-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak etdilər. Dövlətimizin başçısı açılış mərasimində çıxış etdi. Bu tədbirin mayın 10-da keçirilməsinin rəmzi mənası var. Açılış mərasimində Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdığı dövrün reallıqlarına diqqəti yönəldən dövlət başçısı İlham Əliyev vurğuladı ki, bugünkü Azərbaycan dahi rəhbərin əsəridir. Bugün böyük qayıdış uğurla davam edir. Qarabağ və Şərqi Zəngəzurda quruculuq işləri davam etdirilir. Tarixi, milli mənəvi dəyərlərimiz dirçəldilir. Bütün bu fəaliyyət isə onu deməyə əsas verir ki, Qarabağın bütün bölgələri tezliklə canlanacaq. Həyat əvvəlki vəziyyətinə qayıdacaq.